Bu günləri birinci təzə dərs keçək. Çünki şəffaf beyinlə təzə dərs keçin. Bu dərs biraz çətin dərsdir. Karol Dweck nə idi? Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsidir. Kohlberg nəzəriyyəsi hamıya çətin gəlir, amma əslində çətin bir şey yoxdur. Mənəviyyat nədir? Yəni vicdanlı olmaq. Mənəviyyatı zəngin olmaq, düzdürmü? Mənəviyyat deyəndə nə başa düşülür? Yəni mənəvi inkişaf. İnsanın biri var elmi cəhətdən inkişafı, bir də var mənəvi inkişafı. Adətən biz deyirik ki, filankət çox savadlıdır, amma insan kimi aparturlar. Belə sözləri işlədirik deyil arasında. Bu nə deməkdir? Niyə o cür ad qazanıbdır? Çünki mənəviyyatı o qədər də zəngin deyil. Yəni insanlara qarşı münasibəti, insanlığı, sonra ədalətliliyi, vicdanlılığı yerində olmadığına görə bu insanlara deyirik ki, nə olsun ki savadlıdır, nə olsun ki hər şeyi bilir, nə olsun ki işini yaxşı görür. Amma İnsan olaraq yaxşı insan deyil. Yəni mənəvi cəhətdən aparturlar da. Yəni o insanı belə deyək də, hörmət də yoxdur cəmiyyət içində. Niyə bunu deyirik? Çünki şəxsiyyət yetişdirmək üçün insanın mənəvi dünyası da zəngin olmalıdır. Mənəviyyatı da zəngin olmalıdır ki, o bir şəxsiyyət olsun. Və biz bugün ABŞ psixoloqu Kohlbergin mənəvi inkişaf nəzəriyyəsində məhz bu məsələyə baxacağıq ki, şagirdlərin mənəvi olaraq İnkişafları necə gedir? Mən buna şəxsən vicdanlı olmaq deyirəm. Mənəvi inkişaf nədir? O insan mənəvi inkişaf olaraq yüksək səviyyədə olur ki, o insanın vicdanı tam-tamına vicdanlıdır da, yəni. Həmişə vicdanı ilə qarşı-qarşıya olur, ədalətli prinsipinə prinsipinə riayət eləyir. Həmişə çalışır ki, insanlığı ön planda eləsin. İndi bu ən yüksək mərhələdədir. Ən yüksək mərhələyə gələndə o haqda daha geniş danışacağım. Gəlin indi birinci mərhələdən sonuncu mərhələyə qədər mənəvi inkişaf nəzəriyyəsini gedək. Kohlberg 3 səviyyə bölür mənəvi inkişafı və hər səviyyə 2 mərhələdən ibarətdir. Deməli, 3 səviyyə bölür və hər biri 2 mərhələdən ibarətdir. Ümumilikdə mənəvi inkişaf 6 mərhələdən ibarətdir, ancaq 3 səviyyədən ibarətdir və hər səviyyə 2 mərhələdən ibarətdir. Burada söhbət nədən gedir? Yenə deyirəm, kurikulumda hər şey iyerarxiyadır da, sadədən mürəkkəbə doğru inkişaf eləyir. Mənəvi inkişaf da bu cürdür, sadədən mürəkkəbə doğru inkişaf eləyir. Birinci səviyyə prekonvensional səviyyədir. Bunu əvvəlki kitablarda əxlaqa qədərki də yazırdılar, tərcümə olaraq. Əxlaqa qədərki dövr sayılır. Prekonvensional səviyyə. Prekonvensional səviyyənin də 2 mərhələsi var. İtaət və cəza, bir də individualizm. Adətən aşağı yaş uşaqlarda olur bu cür mənəvi inkişaf. Yəni bu mərhələ adətən aşağı yaş uşaqlarda olur. Amma vallahi elə insan var ki, bugünkü dövrümüzdə onlar prekonvensional səviyyədə qalıblar, yəni mənəviyyat olaraq. Ona görə də uşaqları az yaşından bu mənəvi inkişafları formalaşdırmaq lazımdır ki, böyüyəndə də onlar gələcəkdə bir şəxsiyyət kimi nə edə bilsinlər, həyatda mövqe tuta bilsinlər. Birinci mərhələsi itaət və cəzadır. Bir onu deyim ki, prekonvensional səviyyədə şagird deməyək də, uşaq, insan mən mövqeyində olur, yəni daha çox özünü düşünür. Və 2 mərhələsi var. İtaət və cəza, individualizm. İtaət və cəzada özünü bu cür düşünür ki, qaydalara, qanunlara əməl edir, çünki sonda cəzalanacağından qorxur. Burada qayda qanun niyə verilir mənəvi inkişaf nəzəriyyəsində? Ümumiyyətlə, qaydalar niyə tətbiq olunur? İstəyir dövlət tərəfindən verilmiş rəsmi qaydalardan danışaq, istəyir şagird davranış təhsil proqramında yer alan şagird davranışlarından danışaq. Keçmişdik biz qaydalar, prosedurlar, düzdürmü, gözləntilər. Nə üçündür bunlar? Bunlar şagirdlər arasında mənəviyyatı inkişaf etdirmək üçün, şagirdlər arasında münasibəti, şagirdlər arasında qayğıkeş, humanizm, münasibət yaratmaq üçündür də. Yəni davranış qaydaları ən çox bunun üçündür. Ona görə burada qaydalardan danışır ən çox. Ədalətliyi nə ilə qoruyuruq? Qaydalarla. Bəzən mən deyirəm ki, elə nüanslar olur ki, deyirəm ki, yaxşı ki, bu qayda qanunlar var. Bu qayda qanunlar olmasa vala cəmaət bir-birini yeyər. Yəni belə hallar olur da ki, görürük ki, həqiqətən də insanlar qayda olmasa başqasını əzib keçər. Bu nədir? Bu mənəvi inkişaf olaraq zəif inkişaf eləmiş insanlardır. Deməli, itaət və cəzada olanlar qaydalardan qorxurlar deyə əməl eləyirlər qoyulmuş qaydalara. Məsəl üçün, müəllim bir qayda qoyub və bu qaydaya əməl etməsə, şagird bu qaydaya əməl etməsə, müəllim onu valideynə deyə bilər və valideyn də onu istədiyi, indi hər valideynin özünə uyğun bir strategiyası var, cəzalandıra bilər. Məsələ cəzaya gəlib çıxmasın deyə qaydalara əməl eləyir.
Yəni özü istədiyinə görə yox, qoyulmuş qaydalara sırf cəzadan qorxduğu üçün eləyir. Və yaxud da ki, iki uşaq dalaşır, uşağın biri onun yaxın dostudur. Ayırmaq istəyir, ayırmaq istəmir. Uşaqla bir yerdə ayırmaq istəyənlər ən axırda olur. Uşağa kömək eləmək istəyir dostuna, davaya qoşulmaq istəyir. Amma fikirləşir ki, yox, məktəbdə belə bir qayda var ki, mən qoşula bilmərəm bu dava dalaşa. Çünki bu konfliktə qoşulsam sonra cəzalana bilərəm. Yəni sırf cəzadan qorxurlar. Lap böyük adamla danışaq. Svetoforda qırmızı işıqda ona görə saxlayır ki, maşın sürən sürücü. Cəzadan qorxur, qayı var. Qayı olmasa keçir gedir, heç piyadanı düşünmür. Və yaxud da ki, əksinə. Piyada görür ki, qayı var, başlayır yaşılda keçir, heç sürücünü düşünmür. Bunlar cəzadan qorxan insanlardır. Yəni, itayət və cəza. Qanunlara ona görə əməl eləyirlər ki, itayət eləyirlər ki, sonunda cəza ola bilər. Bu birinci. Yəni, birinci səviyyənin birinci mərhələsidir. Sonra gəldik individualizm. İndividualizm öz şəxsi maraqlarını, ümumiyyətlə biz individual sözünə çox rast gəldik. Düzdürmü? Burada məsələn diferensial yanaşmada dedik individual yanaşma olmalıdır və s. İndividualizm yəni öz şəxsini düşünənlər, şəxsi maraqların naminə hər şeyi edənlər. Məsələn, sinif yoldaşı qələm istəyir, əslində qələmi var, artıq qələmi var, vermək istəmir. Amma deyir ki, qoy verim, gələn dəfə də mənim qələmim olmasa o mənə verər. Və yaxud da ki, ondan 3 gün qabaq sinif yoldaşı ona qələm veribdir. Deyir ki, yox, indi də mən verim, çünki o da mənə vermişdi axı. Sonra birdən mən, yəni burada etdiyi hərəkətdə qarşılıq güdür. Mütləq qarşılıq olmalıdır. Yəni individualizmdə şəxsi maraq ön plana çıxır. Qarşılıqsız heç nə eləmir bu insanlar. Mütləq qarşılıq güdür. Kiməsə yaxşılıq eləyirsə, mütləq qarşılığı olmalıdır. Başqa cür ola bilməz. Məsələn, dostu dalaşırsa, o davaya ona görə qarışır ki, ona görə yox ki, dostunu çox istəyir, ona görə yox ki, onun ürəyindən gəlir bu insanlıq hissi. Ona görə bunu eləyir ki, gələn dəfə dalaşanda da dostu ona kömək eləsin. Bu da oldu individualizm. Gördünüzmü, hər ikisi mən mərkəzlidir. İtaət və cəzada mən cəzalanmayım deyə eləyirəm. İndividualizmdə də qarşılıq güdürəm. Mütləq ki, nəsə bir qarşılıq almalıyam ki, bunu edim və yaxud da etməyim. Bu ikisi oldu ən aşağı səviyyə, yəni prekonvensional səviyyə. Sonra gəlir ikinci səviyyə, konvensional səviyyə. Buna deyirik əxlaqi dövr, yəni əxlaqın formalaşdığı dövrdür. Burada adətən insanlar biz mövqeyində olurlar, biz mövqeyindən yanaşırlar məsələyə. Bunun da iki mərhələsi var, qəbul olunma və səlahiyyət və sosial nizamı qoruma. Qəbul olunma nədir? Qəbul olunma qoy cəmaət görsün ki, mən yaxşı insanam. İndi bunu birincisi məktəbdən başlayaq. Tutaq ki, yenə bayaqki misala deyək, sinif yoldaşı karandaş istəyir, karandaşı istəmir vermək. Amma deyir ki, qoy verim, hamı desin ki, nə yaxşı uşaqdır. Qoy mənə hamı tərifləsin. Gözə batmaq üçün nə edir? Gözə batmaq üçün özünü yaxşı göstərməyə çalışır. Bu cür insanlar qəbul olunma mərhələsindədirlər. Yəni, hamı desin ki, nə yaxşı insanlar, nə yaxşı insandır, eləyir bunu. Cəmiyyət tərəfindən təriflənmək üçün. Buna deyirik qəbul olunma mərhələsi. Bu, hətta belə bir məntiq xətası da var idi. Cəmiyyət tərəfindən qəbul olunma. Yadınızdadırsa, məsələn, deyirdi ki, tutaq ki, o mərhələdə olan nə deyirdi? Deyirdi, hansısa reklamı kimsə eləyirsə, tutaq Head & Shoulders'a məşhur bir adam eləyirsə, deməli, mən də eləyim, ondan istifadə eləyim. Yəni, cəmiyyət tərəfindən qəbul olunmaq istəyirlər bunlar. Bu cür insanlar qəbul olunma mərhələsindədirlər. Səlahiyyət və sosial nizamı qoruyanlar isə qanun onlar üçün önəmlidir. Qanundursa eləməliyik. Qanun pozulubsa mütləq səlahiyyətli şəxslərə xəbər verilməlidir. Məsələn, sinifdə müəllim qayda və prosedurlar qoyub, qaydalar qoyub. Qaydaya əməl eləməyən şagird mütləq müəllim gəlməlidir. Səlahiyyətli şəxs kimdir? Sinifdə müəllimdir. Səlahiyyətli şəxs gəlməlidir, mütləq onu nizamlamalıdır. Yəni bu insanlar deyir ki, sosial nizam qaydalarla qorunmalıdır. Mütləq sosial nizam qaydalar varsa, sosial nizam qaydalarla qorunmalıdır. Əgər pozulubsa da, səlahiyyətli şəxs bunu yoluna qoymalıdır. Məsəl üçün, yolda bir qayda pozuntusu olub, onu kim əgər yoluna qoymalısa, tez müraciət edir ona ki, gəlin bu qayda pozuntusuna, belə deyək də, araşdırın və s. Yəni, bu cür insanlar qaydaları, qanun şahdır bunlar üçün. Qaydalar önəmlidir. Qaydalara mütləq əməl etmək lazımdır. Çünki sosial nizamı qorumada önəmli məsələ qaydalardır. Qaydalar pozulubsa səlahiyyətli şəxslərə müraciət etmək lazımdır. Bu da oldu 4-cü mərhələmiz, yəni konvensional səviyyənin 2-ci mərhələsi.
Üçüncü səviyyə postkonvensional səviyyədir. Postkonvensional səviyyə, yəni əxlaqdan sonraki. Burada artıq mənəvi olaraq insan ən üst səviyyədə olur bu mərhələlərdə. Onlar qaydalara belə insani baxımdan yanaşırlar. Məsələn, sosial müqavilədir bunun birinci mərhələsi. Sosial müqavilədə deyir ki, qaydalar ədalətli olmalıdır. Qaydalara əməl edərik o zaman ki, qaydalar ədalətli olsun. Məsələn, 59 yaşında, 60 yaşında sertifikasiya cəlb olunan müəllim, 60 demək, 60 da artıq eləmirlər, fikirləşir ki, bu ədalətli deyil, mən 5 ildən sonra gedirəm pensiya, amma qaydadır da, amma ədalətli deyil. Bu cür insanlar ədalətliliyi həmişə qorumağa çalışırlar. Məsələn, qaydalar ədalətli olmalıdır. Tutaq ki, hamı üçün, qayda hamı üçün qaydadır. Yəni, ədalətli olmalıdır. Və yaxud da ki, bunlar fikirləşir ki, nə olsun ki, qayda var. Ədalətli deyil, qayda mütləq cəmiyyətlə uyğunlaşdırılmalıdır. Cəmiyyətlə uyğunlaşdırılmalıdır. Məsələn, bir uşaq dərsə gecikib, ona görə ki, gecikib. O uşaq, bəli, dərsə gecikdiyinə görə, davranış qaydasını pozduğuna görə müəyyən məsuliyyət daşımalıdır. Amma digər uşaq dərsə gecikib, çünki yolda bir hadisə baş veribdir. Nə bilim, nəsə olub da, yıxılıb, nəsə zədələnib. Bu uşağa da həmin məsuliyyət verilir. Bu zaman sosial müqavilədə olan şəxs etiraz eləyir. Deyir, bu ədalətli deyil. Nə olsun ki, qayda var. Axı, bu uşaq dərsə gecikib, keyfindən gecikib. Bu birisi uşaq amma dərsə vaxtında gələsiymiş. Yolda bir şey olub, tıxac olub, nə bilim, maşın xarab olub, yıxılıb, ayağı burxulub, gecikib. Niyə ikisinə də eyni cəza verilsin? Axı, bu ədalətli deyil. Yəni, bunlar qaydalara sırf ədalət baxımından yanaşırlar ki, mütləq qaydalar ədalətli olmalıdır. Yəni, hər insana özünə uyğun ədalətli olmalıdır. Məsələn, sənin üçün ədalətli olmayan mənim üçün ədalətli ola bilər. Bu məsələ, yəni ədalətli olmalıdır nə mənada? Yəni, hərə üçün individual ədalətli olmalıdır. Ən sonuncu isə 6-cıdır, universal etik prinsiplər. Universal etik prinsiplər, belə deyək də, bu insanlar universal insanlardır. Yəni, adından da bəllidir. Mənəvi inkişafın ən pik nöqtəsindədirlər. Ən pik nöqtəsindədirlər. Qayğıkeşlik var, humanizm var. İnsan canı onlar üçün önəmlidir. Yeri gələrsə insan canı üçün qaydaları belə pozarlar. Gözü ilə görür ki, biri oğurluq edir, oğurunu özü cəzalandırır da, müraciət eləmir hansısa səlahiyyətli orqana. Məsələn, bayaq nə demişdik? Səlahiyyət və sosial nizamı qoruyanlar görürsə ki, kimsə oğurluq eləyir, zəng edir səlahiyyətli orqana ki, qayda pozuldu burada. Amma universal etik prinsipdə olan insanlar gözləmir ki, qayda pozuldu, kimsə gəlsin cəzanı versin. Cəzanı özü kəsir. Yəni, bunlar artıq, belə deyək də, qaydalara əməl eləyirlər, amma vicdanlılıq bunlarda çox önəmlidir. Vicdanlılıq. Yəni, qaydaları bəzən insan canı üçün, ədalətli üçün bəzən poza da bilirlər. İndi Heinz dilemması var burada. Heinz dilemması üzərindən, nümunələrlə bunu daha yaxşı dərindən başa düşəcəyik. Nədir Heinz dilemması? Burada bizə bir dilemma verir. Ümumiyyətlə, dilemma nə deməkdir? Birinci gəlin buna aydınlıq gətirim. Dilemma, hər hansı bir situasiyada 2 və yaxud daha çox seçim ola bilər. Bir situasiyadır, hərə özünə uyğun seçim seçir. Hər hansı bir situasiyada hansı doğrudur, hansı yanlışdır, hansı ədalətlidir, hansı ədalətsizlik deyiriksə, hər insan özünə uyğun olaraq o dilemmalarda seçim eləyə bilər. Kim üçünsə doğru olan, kimisinin üçünsə yanlış ola bilər. Buna deyirik dilemma. Dilemmada elə bir situasiya qoyulur ki, o situasiyanın 2 və yaxud daha çox cavabı olur, yəni seçim şansı olur. Bir Heinz dilemması var burada. Heinz'in arvadı xəstədir. Heinz neyinir? Aptekdən dərman almalıdır, lakin dərman normalda dövlət tərəfindən qoyulan qiymətdən qat-qat bahadır. Heinz'in həyat yoldaşı da ağır xəstədir. Bu dərman olmasa Heinz həyat yoldaşını itirə bilər, xanımını itirə bilər. Ona görə də neyinir? Bu dərmanı oğurluyur. Oğurluyur və xanımın həyatını xilas eləyir. Tamam. Bu situasiyadır. İndi bu situasiyaya uyğun olaraq biz baxacağıq ki, hər mərhələdə olan insan necə yanaşır. Belə bir sual qoyulur ki, sizcə Heinz dərmanı oğurlamalı idimi? Belə bir sual qoyulur. İtaət və cəzada olanlar nə deyəcək? Xeyr. Çünki oğurluq eləyir. Oğurluğun sonu cəza ilə bitir. Axı, itaət və cəzada olanlar nə deyirdi? Qanunlara riayət edirəm ona görə ki, sonda cəzalana bilərəm. Xeyr. Qanun pozubdur, cəzalana bilər. Ona görə də bunu etməməli idi. İndividualistlər nə deyirdi? İndividualistlər deyirdi ki, mənim bir çıxarım olmalıdır. Burada deyir ki, Heinz yoldaşını sevir. Ona görə də oğurlamağı təbiidir. Yəni, özü sevir deyə oğurluyubdur yoldaşını. Yoldaşı olmasa başqası olsa oğurlamaya da bilərdi. Çünki neyinir ki, sevmir axı. Burada individual yanaşma var. Yəni, öz mövqeyindən yanaşır.
Qəbul olunmada olanlar deyir ki, 3-cü mərhələdə əlbəttə Haiz bunu eləməlidir. Qoy hamı görsün ki, Haiz qəhrəmandır. Haiz xanımı üçün hər şeyi gözə alır. Qoy hamı onun qəhrəmanlığı haqqında bilsin. Yəni bunlar cəmiyyət nə deyər mərhələsindədir. Adətən mən deyirəm ki, bizim çoxluq hamıya şamil deyil. Biz qəbul olunma mərhələsindəyik çoxumuz. Deyirik, cəmaət nə deyər? Yəni özümüzü, öz dəyərlərimizi, öz mənəviyyatımızı, başqalarını daha çox ön plana qoyuruq ki, cəmaət nə deyər? Və bu mərhələdə olan insanlar cəmaət nə deyər? Deyir, əlbəttə uğurlamalıdır, qoy cəmaət desin ki, Haiz qəhrəmandır. 4-cü mərhələdə olan insanlar səlahiyyət və sosial nizam. Nə demişdik? Onlar qanun. Deyir, xeyr. Əgər qanunda dərmanın qiyməti 10 dəfə baha satılırsa, qanunda 10 dəfə ucuzdursa, Haiz niyə müraciət eləmir səlahiyyətli şəxslərə? Haiz səlahiyyətli şəxslərə müraciət eləsin, o dərmanın real qiyməti nədirsə, o qiymətə də alsın dərmanı, uğramamalıdır. Çünki bunlar nə deyir? Bunlar deyir ki, sosial nizamı qorumaq üçün qaydalar önəmlidir. Səlahiyyətli şəxslər ancaq buna nəzarət eləməlidir. 5-ci mərhələdə olanlar sosial müqavilədədir. Onlar deyir ki, bəli, uğurlamalıdır. Çünki o qadının da yaşamaq haqqı var. Görürsünüzmü? Burada ədalətlilik prinsipi var. Yəni onun da yaşamaq hüququ var. Dərman uğurlayıb, yaxşı eləyib, yaşamaq hüququ var axı bu insanın. 6-cı mərhələdə olanlar isə deyir ki, Haizin nə üçün elə etdiyini başa düşmək olar. Çünki həmin an o insan həyatını xilas eləyibdir. İnsan həyatını xilas eləmək uğurluq etməkdən daha önəmlidir. Bunlar da budur. Ən çox burada nə ilə qarışıq salırlar məsələni? Məsələn, sosial müqavilə ilə universal etik prinsipləri qarışıq salırlar. Çünki hər ikisində ədalətlilik məsələsi var. Amma sosial müqavilədə qanunların insanlar üçün ədalətli olub olmaması məsələsi müzakirə olunur. Universal etik prinsiplərdə isə lazım gəlsə qanunlar insan canı üçün, insanlar üçün pozula da bilər. Yəni, sosial müqavilədə olanlar qanunu pozmur. Sadəcə çalışırlar qanunda dəyişiklik eləsinlər, ədalətlilik olsun hər şey. Amma universal etik prinsiplər isə lazım gələrsə insan ən önəmlidir onlar üçün. Yəni, lazım gələrsə qanunu belə nə edə bilərlər? İnsan canı üçün poza bilərlər. Dərsimiz bu qədər. Qaranlıq nə qaldısa, başlayaq sual. Əgər suallarınız varsa, əllərinizi qaldırın, suallarınızı verin. Sonra başlayaq testlərimizi işləməyə. Müəllimə, birinci dediyiniz pre-konversiyonal idi, belə dedi. Sonra konversiyonal. Pre-konvensional, konvensional, post-konvensional. Pre-konvensional. Ən aşağı pre-dir. Bəli, ən aşağı pre-dir. Amma birinci oradan başlayırıq. Çünki biz necə gedirik? Aşağıdan yuxarı gedirik. Bəli. Ən aşağı pre-dir, sonra konvensionaldır, sonra post-konvensionaldır. Pre-nin 2 mərhələsi var. İndividualizm, itaət və cəza. Təsməslət dedim, itaət və cəza, individualizm. Fərqi yoxdur onun yerlərinin. Amma yəni səviyyə olaraq belə gedir. Deməli, konvensiyanın 2 səviyyəsi var. Qəbul olunma, səlahiyyət və sosial nizamı qoruma. Post-konvensiyanal artıq ən yüksək mərhələdir. Burada isə nə var? Sosial müqavilə. Sosial müqavilənin ikinci adı da empati də ola bilər. Başqalarının yerinə özünü qoya bilmək bacarığı. Bunu da götürün burada. Sosial müqavilə həm də empatidir. Niyə ədalı? Niyə bayaq dedim ki, uşağın yolda başına iş gəlib deyə gecikib, ona cəza verilməməlidir. Bu insanlar adətən başqalarının yaşadıqlarına, özlərini başqalarının yerinə qoymağı bacaran insanlar olurlar. Yəni empati hissi də güclü olur bunlarda. Başqa. Ayfer müəllimə, aydın oldun, yoxsa qaranlıq nəsə qaldı? Dediniz, bayaq yazınız ki, bu nəzəriyyə çətin gəlir mənə. Çox sağ olun. Bildim, belə özüm üçün qrafik düzəltdim. Gəlir, rahat olacaq. Çox sağ olun hər şeyə. Siz də sağ olun. Mən də çalışacağım ki, video çəkməyə söz vermirəm. Bu aralar çox yüklüyəm, amma canlaşmışdım. Oradakı video kaydı paylaşacağım. Bir daha baxarsınız, əgər kimdə qaranlıq qalsa. İndi başlayaq testlərimizə. Sağ olun müəllimə. Biz keçən dəfə ancaq müzakirə elədik testləri. Yəni heç şeyə baxa bilmədik, belə deyək də. Heç öz dərslərimizə, öz testlərimizə baxa bilmədik. Mənə bir yaddaş eləyin görüm, axırın səfər nə işləmişdik? Müəllim, bəlkə sual cavabı eləyək. Sual cavabda daha çox öyrənirik öncə. Karol Dweck nəzəriyyəsi, qaranlıq nəsə qalıb oradan?
Karol Dweckdən yox, ümumiyyətlə elə indiyə kimi ki, Müəllimə, elə işləmirsən. momentdəyik ki, biraz test çox işləməliyik bu dəqiqə. Gözümüz testlərə alışmalıdır. Çünki belə bugün ayın 2-sidir. Artıq Astanadadır imtahan. Sual-cavab da yaxşıdır, amma sual-cavab belə deyək də çox vaxt aparır. Test eləyə bilmirik. Mən testlərə girirəm, sınaqlara. O testlərdən olanda atım qrupa. Atın, bəli, testlər olanda atın qrupa. Mütləq atın. Bugün də girmişdim, elə bir sual bu individualizmdən idi. Biraz anlaşım var idi, onu yaza bildim. Lap yaxşı. Gördünüzmü, düşübdü sınağa da situasiya sualları. Kimlər ki, evə verilən testi işləyəcək axıra qədər, onların yüksək nəticə göstərmə ehtimalı çoxdur. Nə olsun ki, işləmisiniz, laf tutaq ki, bir dəfə işləmisiniz, bir də işləyin. Bir də işləyin. Test gözünüz alışsın ki, hansı suallarda nə düşə bilər, nə ola bilər. Yəni, çox test işləyin, time-la kifayətlənməyin. Nə qədər çox test işləsəz, bir o qədər yaxşıdır. Bu dəqiqə indi qruplarda hamı test atır, ora, bura, hamının əlində testlər var da, düzdürmü? Nə qədər çox test işləsəz, bir o qədər yaxşıdır. Harda qalmışıq axırın səfər? Mənə yaddaş eləsin bir nəfər. Aynurə müəllimə Qurbanova, siz yaxşıydınız elə şeyə. Çıxıb Aynurə müəllimə. Canım, yox, buradayım. Keçən dəfə test işlədikdə o sınaq testinin hansınıza, kimyasını işlədik, onları işləyirdik. Hə, ondan əvvəl deyirəm. Ondan əvvəl neynəmişik? Ona situasiya altını işləmişdik. Situasiya altını yarımçıq qaldıq. İndi yadıma düşdü. Situasiya altını 17-ci sualda qaldıq. Neçənci sualda qaldıq? Neçənci sualda qaldığımız yadımda deyil, amma onu biləm ki, yarımçıq qalmışdıq. Hə, Hacı Qara komediyasında, ondan sonra oxuduq, partanın üstün yazmaq olmaz. 17-də qalmışdıq, səhv eləmirəmsə. Bir dənə açın 281-ci səhifəni. Kimsə işarə eləyibsə, baxaq görə harda qalmışıq. Onu evdə verdik ki, davamını evdə eləyim. Məncə belə bir şey. Onu ümumiyyətlə Pitoyevə vermişdim, işləməmişdi seçkim. Ona görə bir-iki müəllim işləmişdi. Təzədən burada işlədik. Bir dənə aydınlıq gətirək, Bloom taksonomiyasında anlamaqla tətbiq mərhələsinə. O müəllimlərdə yenə qaranlıq qalıb, mənə elə gəlir sizə də qaranlıq qala bilər. Anlamaq nə zaman olur? Verilənlərdən istifadə edib, şagird nəsə eləyirsə anlamaq olur. Verilənlərdən istifadə edib. Yəni, yeni çərçivə sənədində bu dəyişiklik var. Tətbiq nə zaman olur? Şagirdin özünün əldə etdiyi bilik və bacarığı tətbiq etməsi olacaq tətbiq. Anlamaq isə verilənlərdən istifadə eləyirsə, məsələn, nəsə resurs verilib, düstur verilibsə, bu zaman anlamaq olacaq. Yada salmaq demək olmaz mı müəllim? Yada salmaq xatırlamaqdır. Elə ki, olanları yada salmaq, tutaq ki, belə deyək. Məsələn, Yox. gördüyünü xatırlamaq, belə. Yada salmaq xatırlamaqdır, amma məsələn, tutaq ki, Hakim müəllim, siz fizikadan düstur vermişsiniz uşağa. Uşaq o düsturu əsasən məsələ həll eləyib. Bunu tətbiq götürməyəcəyik, anlamaq götürəcəyik. Niyə? Çünki düsturun mahiyyətini başa düşür, onu orada tətbiq eləyir. Amma uşaq çıxardırsınız lövhəyə, məsələni özü sərbəst həll eləyirsə, siz heç nə vermirsinizsə, bu zaman tətbiq olacaq. Belə başa düşmək olarmı ki, anlamaq keçmişdən olan bir elmi biliyi yada salmaq, ya gördüklərini xatırlamaq, belə nəysə bir Başa düşmək, bəli. Anlamaq, xatırlamaqla, bəli. Xatırlamaqla bir yerdə həm də başa düşmək. Biri var ki, mən deyirəm ki, əşyanın adını bildirən nitq hissəsini isim deyilir, amma başa düşmürəm, əzbərləmişəm. Bu xatırlamaq olar. Bir də var ki, mən bunu dərk edirəm, başa düşürəm, öz sözlərimə izah edirəm, nümunələr gətirirəm, seçirəm onu cümlələrin içində, tapıram ki, bu isimdir, ona görə ki, bu isimdir, bu sifətdir, ona görə ki, bu sifətdir. Bu artıq anlamaqdır. Mən bir dənə şey başa düşə bilmirəm, siz nəyi? Nəyi? Məsələn, deyirsiniz ki, uşaq lövhəyə çıxır, məsələ həll edir. Amma onun məsələ həll etməsi üçün də hansı bir nəyəsə bir formulası olur, bir üsulu olur da, onu da bilir axı o tətbiq eləyəndə. Necə özü bilir də, yəni öz bildiyini tətbiq eləyir, öz biliyini tətbiq eləyirsə bu tətbiqdir. Amma məsələn, müəllim ona nəsə verilənlərdən nəsə verirsə, resurs verirsə ki, bunlardan istifadə elə, falan şeyi həll elə, bu zaman bu tətbiq olmur, bu olur anlamaq. Yəni sırf Riyaziyyat da, məsəl üçün, müəllim uşaqlar dərs keçir. Uşaq lövhədə işləyir, müəllimin dərs keçdiyi formuladan bir şey həll edir.
Amma onu müəllim gedib, müəllim verib də yox. Müəllim öyrədib, amma uşaq özü öyrənib bax artıq. Uşaq bilir artıq. Artıq müəllimsiz də eləyir bunu. Sərbəst özü eləyir. Hə, işte əzbər bildiyi bir formula. Bəli, bəli. Bəli, özü tətbiq eləyirsə, özü bildiyi düsturu tətbiq eləyirsə köməksiz. Bu tətbiqdir. Amma hələ öyrənmə aşamasındadırsa və o sonra tətbiq edirsiniz, işte anlamadım. Bəli, 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 bəli. Tamam. Müəllimə bir şey soruşmaq istəyirəm. Buyurun, müəllim. Biz dəyişib də, biz öyrənəndə belə öyrəndik ki, əgər düsturlu öyrənib, elə məsələ eləməyin yolunu bilirsə, o da tətbiq. Nəsə elə bir şey yadımdadır. Yoxsa elə mənim səhv yadımda qalıb. Prosedural idi o, amma indi deyil elə deyil. Yox, düsturu özü bilirsə, bəli, proseduraldır. Nəsə orada mən qarışdırdım, indi deyəndə ki, əvvəl də belə götürülürdü, yoxsa bu təzə də belə götürülür? Yox, təzədə. Təzə çərçivə sənədində o belədir artıq. Əvvəl elə Artıq götür. nəyisə yazmaq, başa düşərək yazmaq olacaqdır. Bəli, baxın, mahiyyətindən sualın mahiyyətindən başa düşəcəksiniz. Sualı oxuyun, görün şagird orada nəyəsə baxır, anlayır, eləyirsə, deməli burada tətbiq olmayacaq. Yox, şagird özü yox, yəni müəllim vasitəsilə, müxtəlif informasiya vasitələrlə əldə elədiyi biliyi tətbiqə çevirirsə, bu artıq nə olar? Bu artıq olar tətbiq olar, bəli. Məsələn, təcrübə deyək. Tutaq ki, şagird özü... Bağışlayın, olar mən bir misal deyim. Bəli, deyin. Məsələn, əgər orada göstərilirsə ki, şagird kvadratın sahəsini hesablayır, bu tətbiqdir. Yox, əgər desə ki, verilmiş düstura əsasən kvadratın sahəsini hesablayır, bu anlamaqdır. Bəli. Tamamilə doğrudur. Tamamilə doğrudur. Günay müəllimə, burada xatırlamaq da, anlamaqda da ikisində də müəyyənləşdirmək var. Müəyyənləşdirmək hamısında var. Feillə baxmırıq məsələyə. Deyib, axırıncı düşən sualda müəyyənləşdirmək tətbiq çıxdı. Yəni, feillə baxmırıq, feillə olmur bunlar. O əvvəl idi, bizə dedilər, feil əzbərləyin. Mahiyyəti başa düşmək lazımdır. Elə müəyyənləşdirin, deyərəm ki, yaratmaq olar. Məsələn, deyərəm ki, verilmiş mətinə ad müəyyənləş. Verilmiş mətinə uyğun bir dizayn, bir post hazırlayın, bir post müəyyənləşdirin. Belə deyək, bir atkritka müəyyənləşdirin. Müəyyənləşdirin dedim, amma yaratmaq oldu. Yəni, feilə getmirik. Burada feilə çox da odaqlanmayaq, əsas mahiyyəti başa düşmək lazımdır. Məsələn, seçmək. Seçmək həm xatırlamaq olur, həm də anlamaq olur. Məsələn, uşağa deyirəm ki, verilmiş mətində tutaq ki, həmişə dəli kür deyirəm. Başqa bir əsər də yadıma düşmür. Dəli kür ağzıma o qədər düşmür. Dəli kürün obrazlarını seç. Bu zaman bu nə olacaq? Xatırlamaq olacaq. Bir də var deyirəm ki, verilmiş mətndə məcazi mənada işlənmiş sözləri seç. Bu artıq anlamaq olar. Uşaq məcazi mənada işlənmiş sözləri başa düşür ki, seçir də. Yəni, başa düşürsə seçə bilməz. Bəli, başa düşməsə seçə bilməz. Amma dəli kürün obrazını başa düşməklə seçmir, axı yaddaşla seçir. Bəli, hansında hafizə işə düşürsə, bu zaman nə olacaq? Bu xatırlamaq olacaq. Hafizədən istifadə edirik. Hamısında hafizədən istifadə edirik, müəllimlər. Hamısında. Onsuz da bilik hafizədən ibarətdir. Sadəcə olaraq hansında sırf hafizədirsə, başqa idraki proses getmirsə, bu xatırlamaqda. Amma anlamaqda çox məsələ var axı. İzah edir, şərh edir, ümumiləşdirir, qruplaşdırır, ayrı edir, fərqləndirir. Məcazi mənada olanları seçirsə, bu anlama oldu, yoxsa xatırlamaq? Anlamaq, bəli. Uşaq sözün məcazi mənada işləndiyini başa düşməsə necə seçə bilər? Allahından bu tətbiq etməni falan fərqi bilmirdim. Bu indi gəldi başım qarışdı ailəm bir-birinə. Əslində bu dərsə bir mövzu ayıracağam müəllimlər. Bu dərsə mütləq bir mövzu ayıracağam. Başlayaq situasiyamıza. Kitabı da elə qəşəng örtüb qoyuram qırağa. Elə biləm qurtarmışıq. Ümumiyyətlə kitabdan oxuyanda çaşırıq müəllimə. Ancaq belə ki, siz dedikcə biz yazmışıq, onda başa düşürük. Ancaq kitabda olan şeyləri başa düşmürük. İkinci dəfə gedəndə düşülür Vəfa müəllimə. Birinci dəfə gedən müəllimlər həmişə adi məlumat, amma ikinci dəfə gedən müəllimlər artıq tam başa düşür ki, söhbət nədən gedir. Ləman müəllimə, əlinizi qaldırmısınız, eşidirəm sizi. Siz nə ilə bağlı demək istəyirəm? Deməli, yox, kitabda bizim işlədiyimiz bu inteqrasiyada olan test var ya, o səhvdir. Bəli, səhv imiş. Orada bir dənə inteqrasiya səhvdir kitabda.
Bir dənə ya 2 dənə. Qalanları düzdür. Qalanları düzdür. Hə, inteqrasiya aydınlıq gətirim. İnteqrasiyada heç nə dəyişməyibdi. İnteqrasiyada heç nə dəyişməyib. Sadəcə olaraq əgər reallaşmırsa, sinifdən kənara çıxırmırsa, bu fənn üstü olmur. Sinifdən Yox, məsələn, orada indi mən ona baxmamışam təkrar. Suallar